İlanın zəhləsi yarpızdan gedir, o da gəlib yuvasının ağzında bitər. Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz və ya eşitdiyimiz bu deyimin mənasını bilənlər yəqin ki çoxdur. Lakin onun etimologiyası və hardan qaynaqlandığını bilənlər barmaqla sayılacaq qədərdir. Yəqin ki hamı yarpız görüb və onun dadına, qoxusuna bələddir. Əslində bu bitkidə qeyri-adi, hansısa canlıya mənfi təsir bağışlayan xüsusi heç nə yoxdur. Elə isə sual olunur, niyə ilanın bu bitkini görməyə gözü yoxdur? Hətta ondan bu qədər zəhləsi gedir. Folklorşünas deyir ki, bu qədim türk deyimidir və orada istifadə olunan yarpız ifadəsi əslində çox ciddi şəkildə təhrif olunub. Deyimdə istifadə olunan söz yarpız sözü əslində yarpız bitki mənasında deyil. Bu deyim get-gedə deformasiya uğrayıbdır. Tam dəqiq mənasında işləmir. Belə ki, Mahmud Kaşqarinin Divan-ı Lüğəti əsərində bir misra verilmişdir. Divan-ı Lüğəti türk əsərində verilən həmin misrada deyilir ki, yılan yarbuzdan qaçar, qan çabarsa yarbuz ötürü gəlir. Burada istifadə olunan yarbuz sözü elmi dildə manqust adlanan bir heyvandır. El arasında buna böyük kirpi də deyilir. Həmin yarbuz adlanan canlılar əsasən ilanlarla qidalanır və bu səbəbdən də ilanın yuvalarını axtarıb taparaq saatlarla yuvanın qarşısında şikarın çıxmasını gözləyirlər. Bir şeydə nəzərə alaq ki, ilanlar daha çox quru və isti iqlimi olan ərazilərdə yaşayır. Yarpız isə nəm və rütubətli torpaqlara xarakterik bitkidir. Yəni, məntiqlə bu iki canlının yollarının toqquşduğu çox az məqamlar var. Həmin misalda da işlənən ilanın zəhləsi yarbuzdan gedir, o da gəlib yuvasının qarşısında bitir. Bu şəkildə olmalıdır. Bitmək isə durmaq feilidir, dayanıb durmaq, gözləmək mənasında istifadə olunur. Bütün dövrlərdə olduğu kimi indi də ilan yeyən kirpilər, o kirpidən, yəni yarbuzdan zəhləsi gedən ilanlar var. Söhbət ilan və kirpi xislətli insanlardan gedir. Ona görə də bu deyim insan münasibətlərinin ifadəsində daha çox istifadə olunur və tam yerinə düşür. Xüsusilə üzünü belə görmək istəmədiyin şəxslə mütəmadi rastlaşmaq deyimin nə qədər aktual olduğunu sübut edir.